Salam, hər vaxtınız xeyir olsun. Biz bu gün məntiqdən, rebus bölməsindən test suallarının izahına baxacağıq. Keçid edək suallara. Birinci sualda baxırıq ki, fiqurların içərisində rəqəmlər verilib. Ümumi olaraq bu bölmənin adı fiqur, rəqəm, əlaqəsi və yaxud da münasibəti olaraq deyə bilərik. Yəni fiqurların içərisində rəqəmlər verilir, biz isə bu qanuna uyğunluğu müəyyən edirik. İndi gəlin görək, 16, 8 və 4 rəqəmi arasındakı qanuna uyğunluğu tapaq. Baxın yoldaşlar, burada deyə bilərik ki, 16-nı vurarıq 4-ə. 16-nı 4-ə vuranda eləyir 64. 64-dən kök neçə çıxır? 64-dən kök bizim üçün 8 çıxır. Deməli, doğru cavab 8. İndi gəlin görək digərlərində də eyni qayda doğrudurmu? 3-ü vuracağıq 12-yə, eləyəcək bizim üçün 36. 36-dan kök neçə çıxır? 36-dan da kök 6 çıxır. İndi biz 28-i elə rəqəmə vurmalıyıq ki, hansı rəqəm alınacaq bilmirəm, həmin rəqəmdən kök alınanda 14 olacaq. İndi biz 14-ün kvadratını tapmalıyıq. 14-ün kvadratı neçədir? 14-ün kvadratı bizim üçün 196-dır. Deməli, indi biz 28-i neçəyə vursaq 196 alınar? Əlbəttə ki, 7-yə. Deməli, sual işarəsinin yerinə olacaq 7 rəqəmi. Deməli, buradan nə başa düşdük? Deməli, düzbucaqlının içərisində verilən, 3 dənə düzbucaqlının içərisində verilən rəqəmlərdən ikisini qruplaşdırdıq, bir-birinə vurduq. Hasildən alınan nəticədən kök aldıqda digərinin tapılması oldu. İndi ikinci suala baxaq. İkinci sualda baxırıq ki, orta hissədə bizim üçün bir romb verilib. Rombun içərisində iki hissəyə ayrılıb. 6 və 3 rəqəmidir. Yuxarı qol, sağ, sol qollar uclarda isə rəqəmlər verilib. Yoldaşlar, burada baxırıq ki, 18 rəqəmi var. 18 rəqəmini necə ala bilər? Deyərəm ki, rombun içərisində verilən 6 və 3 rəqəmini bir-birinə vurduqda 18 eləyəcək. Onda burada başa düşdük ki, 6 vuraq 3, 18 eləyəcək. 9-u necə ala bilərik? 6-nın üzərinə 3 gələndə 9 eləyəcək. 3-ü necə ala bilərik? Deyərik ki, 6-dan 3 çıxarıq. 3 eləyəcək. 2-ni necə ala bilərik? 6-nı 3-ə bölərik. 2 almış olarıq. Deməli, buradan nə başa düşdük? 4 dənə hesabı əməl yerinə yetirildi. Vurma, toplama, bölmə və çıxma. İndi biz də bu qanuna uyğunluğa əsasən gəlin x və y yazılan, içərisində yazılan misal nümunəsini tapaq. İndi yoldaşlar, yuxarı qolda 36 yazılıb. Bildik ki, yuxarı qol hasildir. Biz hansı rəqəmləri bir-birinə vuranda 36 eləyəcək? Baxın, ya 6-nı 6-ya vura bilərik və yaxud da deyə bilərəm ki, 12-ni 3-ə vura bilərik. Amma 4 almaq üçün 6-nı 6-ya böləndə mən burada bölmə əməli yerinə yetirəcəm, 4 ödəməyəcək. Amma 12-ni 3-ə böləndə 4 ödəyəcək. Deməli, onda doğru cavab A variantıdır. Deməli, burada x-in yerinə bizim üçün 12 rəqəm olacaq, y-in yerinə isə 3 rəqəm olacaq. Həqiqətən də 12-ni 3-ə vuranda 36 eləyəcək, 12 ilə 3-ü toplayanda 15 eləyəcək, 12-ni 3-ə böləndə 4 eləyəcək, 12-dən də 3 çıxanda 9 eləyəcək, 12-ni 3-ə vuranda 36 eləyəcək. Görürsünüz, hər birini doğru olaraq yerinə yetirmiş olduq. Baxaq üçüncü suala. Üçüncü sualda baxırsınız ki, birinci, ikinci, üçüncü gedişlər var. Əvvəlcə bizim üçün cədvəllərin içərisində baxaq görə hansı rəqəmlər var. Baxırıq ki, iki ağ cədvəlin orta hissəsində bizim üçün boz rəngli xana var. Ağ rəngli xanalarda isə 3 və 5 rəqəmi yazılıb. İkinci gedişdə yoldaşlar, baxın, həmən boz rəngli, yəni rəngli xananın içərisində nəticə biz 4 rəqəmini görə bilərik. 4 rəqəmini necə ala bilərik? Deməli, ağ xananın içərisində yazılan 3 və 8 rəqəmini toplayarıq, 5 rəqəmini toplayarıq, eləyəcək bizim üçün 8. 8-i 2-yə böləndə neçə düşəcək? 4 və yaxud da deyə bilərik 8-in yarısı neçə eləyəcək? 4 eləyəcək. Onda başa düşdük ki, hər bir ortadakı xana özündən yuxarı, yəni belə deyək, sağ və solunda verilən xananın içindəki rəqəmlərin cəminin yarısına bərabərdir. Onda baxın, bu orta hissədə, yenə rənglənmiş hissə, bizdə sağ tərəfdə
Artıq içərisində el yazılmış xanadır. Biz eli necə taparıq? Elin sağında 2-dir, solunda 6-dır. Onda deyəcək 6 ilə 2-yi toplayacaq 8. 8-in də yarısı bizim üçün neçə eləyəcək? 4. Deməli, elin qiyməti 4-dür. İndi digərini tapıb 3 doğrudur. 4 verilib, 3 verilib, 6 verilib. Artıq buradan tapacağımız başqa hansısa xana qalmadı. İndi keçək 3-cü addımda. Baxırıq yoldaşlar, baxın bu 4 4 olduğu kimidir. 4 ilə 4-ü toplayıb 8, yarısı 4 doğrudur. İndi kanı tapmaq üçün nə edəcəyik? Baxın, bu 3 rəqəmindən 3 rəqəmini toplayacaq 6 eləyəcək. 6-nı da 2 böləndə neçə düşəcək? Əlbəttə ki, 3 düşəcək. Deməli, K-nın qiyməti də neçə oldu yoldaşlar? 3 oldu. Bizdən nə istəyir? Deyir, K və L-in cəmini tapın. K və L-in cəmi neçə olacaq? 3 ilə 4-ü toplayacaq və eləyəcək bizim üçün 7. Deməli, doğru cavab A variantı. Dördüncü sual. Dördüncü sual qəbul sualıdır. Deməli, yoldaşlar, baxın, yenə də kvadratın içərisində 4 bərabər hissəyə bölünmüş yeni kvadratlar yaradılıb, alınıb. Bunların içərisində yenə də rəqəmlər düzülüb. Biz 6, 7, 4 və 2 rəqəmindən istifadə edərək burada tətbiq olunmuş qanuna uyğunluğu tapacağıq. Baxın, ilk öncə mənim diqqətimi nə çəkir? 6-nı 7-yə vuraram yoldaşlar. 6-nı 7-yə vuranda neçə eləyəcək? 42. 42-nin rəqəmlərinin tərsi neçədir? 24. Baxın, görürsüz? Özündən aşağıdakı xanaların içərisində gətirib yazmış olub. Deməli, onda neynəyib? Yuxarı xanalarda verilən rəqəmləri bir-birinə vurub, hasilini tapıb, hasildən alınan nəticənin rəqəmləri tərsini gətirib özündən aşağıdakı xanalarda yazmış olub. Görək doğrudurmu misal? 5-i 7-yə vuracaq neçə eləyəcək bizim üçün? 35. 35-in rəqəmləri tərsi nəyə bərabərdir? Deyəcəksiniz 53. Baxın, doğrudur. Onda biz nə edəcəyik? 9-u 4-ə vuracaqsınız, deyəcəksiniz 36. 36-nın rəqəmləri tərsi nəyə bərabərdir? Deyəcəksiniz 63. Deməli, burada hansı rəqəm çatışmır? 3 rəqəmi. Yəqin ki, başa düşmüş olduq. 5-ci suala baxaq. 5-ci sualda deməli, bu fiqurların içərisində verilən rəqəmlərin cəmini tapacağam. Baxın, 6-nın üzərinə 7 gələcəm, 1 gələcəm, 9 gələcəm, 2 gələcəm. Burada cəm bizim üçün neçə eləyəcək? 25 yoldaşlar. İndi gəlin ikinci fiqurun içərisindəki rəqəmləri toplayaq. Burada da eləyəcək 22. İndi üçüncü fiqurdakı rəqəmləri toplayanda eləyəcək bizdən 19. İndi buradan nə başa düşdük? Baxın, burada bir ədədi ardıcıllıq yarandı. Yəni, fiqurun içərisində verilən rəqəmlərin cəmini tapdıqdan sonra alınan cəmlər belə öz aralarında bir ədədi ardıcıllıq təşkil etdi. Baxın, 25 ilə 22 arasında 3 vahid azalma var. 22 ilə 19 arasında 3 vahid azalma var. İndi yoldaşlar, biz burada elə bir cəm tapmalıyıq ki, 19-dan 3 vahid əksik olmalıdır. 19-dan 3 vahid əksik neçədir? 16-dır. Deməli, 16 eləməsi üçün, bax yoldaşlar, 8 var, 2 var, 10, 15. 15-in üzərinə 0 gələndə 15. 16 eləməsi üçün burada bir rəqəmi olacaq. Deməli, bir də gələndə nəticə elədi bizdə 16. Yəqin ki, hər birimiz başa düşmüş olduq. 6-cı suala. 6-cı sualda baxırsınız ki, burada bizdə həndəsi fiqurlar var. Ümumi olaraq həndəsi fiqurlarla bağlı verilən suallarda həmişə bu fiqurların tərəflərindən istifadə olunur. Baxın, üçbucaq verilib, üçbucağın daxilində 6 rəqəmi yazılıb. Mən nəticə 219 alaram. Nə edə bilərəm? Üçbucağın 3 tərəfi olduğuna görə yazaram 6-nın kubu, sonra isə üzərinə 3 əlavə edərəm. Bu bizdə eləyəcək 219. İndi burada kvadrat. Kvadratın neçə tərəfi var? 4 tərəf var. Onda yazacağım 5 üstü 4, üzərinə gələk 4. Neçə eləyəcək bizim üçün nəticə? 629. İndi burada rombdur. Rombun neçə tərəfi var? 4 tərəfi. Yazacağım 3 üstü 4, üzərinə gələk nə? 4. Bu da eləyəcək 85. Baxın, doğrudur. İndi gəlin bunun tərəflərini sayaq. 1, 2, 4, 5, 6, 7. Onda yazacaq 2 üstü 7, üzərinə gələk 7. 2 üstü 7 bilirsiniz 128 eləyir. 128-in üzərinə 7 gələndə 135. Deməli, doğru cavab A variantı. 7-ci sual. 7-ci sualda yenə xətlərin uclarında bizdə rəqəmlər verilib. Biz
bunlar arasında qruplaşdırma yaradacağıq. Görək qanuna uyğunluq necədir? Bax, yoldaşlar, bu 6 rəqəmi yazılan oxun, ucla xəttin ucundakı rəqəmləri bir qruplaşdırıram. 6-nı 8-ə vuranda neçə eləyəcək? 6-nı 8-ə vuranda 48 eləyəcək. Baxın, 48-in rəqəmlərini digər xəttin ucunda yazıb. İndi gəlin görək digərində də doğrudurmu? 7-ni vuracağıq yoldaşlar 2-yə. Neçə eləyəcək? 14. 14-ün rəqəmlərini bax digər xəttin ucunda yazıb. 3-ü 6-ya vuranda yoldaşlar neçə eləyəcək? 18. Onda yazıram. 3 dəfə 6, 18. 18-in yoldaşlar rəqəmlərinin biri yazılıb. Hansı rəqəmi çatışmır? 8 rəqəmi. Deməli, doğru cavab B variantı. Yəqin ki, başa düşmüş olduq. 8-ci sualda burada 2 dənə 2 rəqəmi düşməyib. Gəlin baxaq. Baxın yoldaşlar, ümumi olaraq bu fiqurumuzda neçə sətr var? Bax, 1 sətr, 2 sətr, 3 sətr, 4 dənə sətirdən ibarətdir, 3 dənə də sütundan ibarətdir bu cədvəlimiz. Keçirəm, baxın, sağ tərəfdə 3 sətirdir. Burada artıq 1 sətr, 2 sətr, 3 sətr var. Üçüncü gedişdə yoldaşlar 1, 2 sətr var. Hər dəfə sətirlərin sayı azala-azala gedib. İndi baxaq ki, birinci sətirdəki xanaların içərisindəki rəqəmlər baxın olduğu kimi qalıb. 2-dir, 9-dur, 7 də qalıb. İkinci sətirdə yenə rəqəmlər olduğu kimi qalıb. Heç bir dəyişiklik olmayıb. Amma üçüncü sətirdə isə fərqli rəqəmlər alınıb. Gəlin görək bu rəqəmlər hansı rəqəmlərdir? Baxın 4 alıb. 4-ü necə ala bilər? 4-ü deyir ki, 3-cü və 4-cü sətrin içərisindəki rəqəmlərin cəmini toplayacağam. Baxın 1 ilə 3-ü toplayanda 4 eləyib. 2 ilə 5-i toplayanda 7 edib. 8 ilə 1-i toplayanda 9 edib. Neynəyib? Sağ tərəfdə ikinci gedişdə gətirib, üçüncü sətirdə yazmış olur. İndi biz neynəyəcəyik yoldaşlar? Biz də yenə yuxarıdan aşağıya doğru 2 dənə sətrin içərisindəki rəqəmləri toplayacağıq, özündən aşağıdakı xanalara yazmış olacaq. Yenə birinci sətr olduğu kimi qalıb, yoldaşlar 4 ilə 4-ü toplayıb 8 doğrudur, 13 doğrudur, 9 da doğrudur. İndi bizim tapacağımız sətr, baxın, deməli, onda bircə dənə sətr olacaq. Bu sətrin içərisinə görə hansı rəqəmlər olacaq? Bunları toplayacaq. 8 ilə 2 toplayanda neçə eləyəcək yoldaşlar? 10 eləyəcək. Ondan sonra 13 ilə 9-u toplayacaqsınız, eləyəcək 22. 9 ilə də 7-ni toplayacaqsınız, deyəcəksiniz 16. Baxaq görək o da hansı cavab variantındadır? Əlbəttə ki, A variantındadır. Deməli, doğru cavab A variantı. 9-cu suala baxaq. 9-cu sualda yoldaşlar üçbucağın daxilində bucaq hissəsi olan hissələrdə baxırıq rəqəmlər yazılıb. Yəni bunların cəmini tapaq. 9-un üzərinə 1 gələndə 10 eləyəcək, 10-un üzərinə də 4 gələndə eləyəcək 14. Onda gəlin yazaq. 9-un üzərinə 1 gəldim 10, 10-un da üzərinə 4 eləyəcək bizim üçün 14. Gəlin bu sondakı üçbucağın içərisindəki rəqəmləri də toplayaq. Baxın 7-nin üzərinə 2 gələndə 9, 9-un da üzərinə 5 gələndə 14. Aha. Əgər yoldaşlar Əgər iki fiqurun içərisində nəticə cəm bizdə 14 alınarsa da, deməli onda digər fiqurların içərisində də nəticə 14 alınacaq. Deməli burada da cəm 14 olmalıdır, burada da cəm 14 olmalıdır. İndi 6-nın üzərinə 3 gələndə 9 elədi yoldaşlar. 14 eləməsi üçün K-nın yerinə neçə olmalıdır? 5 olmalıdır ki, 14 eləsin. K-nın yerinə yazdım 5 vuraq. İndi yoldaşlar burada da 8 verilib. 8-in üzərinə 0, 8. M-in yerinə neçə olmalıdır ki, 14 olsun? Deyəcəksiniz, M-in yerində də 6 olmalıdır. İndi 5-i də 6-ya vuranda neçə eləyəcək? 30. Deməli, doğru cavab Y variantı. İndi gəlin 10-cu suala baxaq. Bunlar qəbul suallarıdır. Yenə baxırıq ki, yuxarıda düzbucağın içərisində bizdə 44 rəqəmi, aşağı kvadratların içərisində isə 4 və 8 rəqəmi yazılıb. Gəlin qanuna uyğunluğu müəyyən edək. Baxın yoldaşlar, 4-ü 8-ə vuraram. 4-ü 8-ə vuranda eləyəcək mənim üçün 32. 32-nin üzərinə neçə gəlsəm 44 eləyər, deyəcəm 12. 12-ni hardan alaram? 4 ilə 8-in cəmindən. Onda deməli başa düşdüm ki, bir dəfə hasilini götürəcək, bir dəfə də bunların cəmini götürəcək. Bu da eləyəcək bizim üçün 44. Və həqiqətən doğrudur. Gəlin digərini də yoxlayaq. 5-i 3-ə vuracaq 15. 15-in üzərinə
5 ilə də 3-ün cəmi, yəni 8-i əlavə eləyəndə eləyəcək 23. Doğrudur. İndi gəlin sual işarəsi olan fiqurda tapaq. 7-ni vuracaq 9-a, eləyəcək bizim üçün 63. 63-ün də üzərinə 7 ilə 9-un cəmini, yəni 16-nı əlavə eləyəcək. O da bizim üçün nə eləyəcək? 79. Deməli, doğru cavab D variantı. 11-ci suala baxaq. 11-ci sualda baxırıq ki, çevrənin xaricində yenə kiçik çevrələr verilib, dairələr verilib. Bunların içərisində isə rəqəmlər yazılıb. Gəlin qanuna uyğunluğu müəyyən edək. Biz əslində böyük çevrənin içərisində yazılan, baxın, bu 38 rəqəmini bu xaricdəki yazılan rəqəmlərdən tapmalıyıq. İndi yoldaşlar 30 ilə 15-i toplayarıq. 30-un üzərinə 15 gələndə neçə eləyəcək? 45, düzdür. 45-dən 7-ni çıxanda neçə qalacaq? 38. Onda başa düşdüm ki, ikisini toplayıb, yəni burada toplayıb, bunu isə çıxıb. Onda gəlin yazaq. 30-un üzərinə 15 gələcəm, çıxacam 7-ni, bizim üçün eləyəcək 38. Görə digərində də doğrudurmu? 80-nin üzərinə 5 gələcək 85. 85-dən də yoldaşlar 16 çıxanda neçə qalacaq? 69. Baxın, doğrudur. İndi onda biz nə edəcəyik? 66-nın üzərinə gələcəksiniz 17-ni. Eləyəcək bizim üçün 83. 83-dən də 12 çıxacaq, eləyəcək bizim üçün 71. Deməli, doğru cavab C variantı. 12-ci suala baxaq. 12-ci sualda baxın, burada yoldaşlar bir sağa ox var, bir də sola ox var. Deməli, sağa və sola oxda nəsə bir qanuna uyğunluq var. İndi gəlin, sağa gedişlərdə toplam əməlini yerinə yetirək. Yəni, sağda bizim üçün toplamı olsun, solda isə çıxma əməli olsun. Baxın, yoldaşlar, 6-nın üzərinə 7 gələcək. İndi buradan yazacağım. 6-nın üzərinə 7 gələndə bizim üçün eləyəcək 13. Bura doğrudur. İndi 13-dən 4 çıxacam. Yəni, artıq dedik ki, sola keçəndə çıxma əməli olacaq. Onda gəlin yazaq. 13 çıxaq 4. 13-dən 4 çıxanda neçə qalacaq? 9. Deməli, sol tərəfdə aldıq 9. İndi sağa yenə keçirəm. Nə yazacağıq? Toplama. 9-un üzərinə 8 gələcək. Neçə eləyəcək? 17. İndi yenə də sola keçəcək. Solda nə var? Çıxma əməli. Buradan çıxma qoyum. Çıxma əməli. Onda yazacağıq ki, 17 çıxaq 5. 17-dən 5 çıxanda neçə qalacaq? 12. Baxın, deməli, ulduzun içərisində verilən nəticəni 12 rəqəmini tapmış olduq. Deməli, burada nə başa düşdük? Oxların gedişi ilə addım-addım gedəcəksiniz. Hər dəfə sağa keçdikcə toplama əməlini yerinə yetirəcəksiniz. Hər dəfə sola keçdikcə çıxma əməlini yerinə yetirəcəksiniz və ulduza çatana qədər. İndi gəlin, sual işarəsi yazılan suala baxaq. İndi dedik ki, sağ tərəf bizim üçün toplamadır, solda çıxmadır. İndi yoldaşlar, 0-ın üzərinə 2 gələcək. Neçə eləyəcək? 2 eləyəcək. İndi sola gələndə nə eləyəcək? Çıxacaq. Onda gəlin yazaq. 2 çıxaq 5. 2-dən 5 çıxanda bizim üçün qalacaq -3. Yəni, mənfi almanızı narahat olmayın. -3. İndi yenə sağa keçirəm, toplayacaq. -3-ün üzərinə 9 gələcək. -3-ün üzərinə 9 gələndə bilirsiniz ki, riyaziyyatdan rəqəmlərin biri mənfi, biri müsbət olanda hər zaman neynəyirik? Böyükdən kiçik çıxıb böyüyün işarəsini yazırıq. Ona görə 9-dan 3-ü çıxacaqsınız 6, eləyəcək bizim üçün müsbət 6. İndi sağ tərəfdə müsbət 6 aldıqsa, yoldaşlar, indi gəlin sola keçək. Solda neynəyəcək? Deyirik ki, çıxmaməlidir. 6 çıxaq 1. 6-dan da 1-ni çıxanda neçə qalacaq? 5. Deməli, ulduz işarəsinin içərisində yazılacaq rəqəm 5. Doğru cavab B variantı. 13-cü suala baxaq. Bunlar qəbul suallarıdır. 13-cü sualda yoldaşlar, baxın 5, 3, 4 rəqəmi, bir də 32 rəqəmi verilib. Gəlin buradakı qanuna uyğunluğu tapaq. İndi yoldaşlar, 32-ni hardan ala bilərəm? 32-ni məsələn düşünə bilərəm ki, 8-i 4-ə vuranda 32 eləyir. 8-i hardan alaram? Buradakı kvadratın içindəki verilən rəqəmləri toplayacağam, dairənin içərisindəki rəqəmə isə vuracağam. Onda gəlin yazaq. Yazıram ki, 5-in üzərinə 3 gələcəm, eləyəcək 8. 8-i isə, baxın, dairənin içindəki rəqəmə vuracağam. 8 ilə 4-ə vuranda neçə eləyəcək? Mənim üçün 32. Deməli, onu da başa düşdük ki, burada nəticə 32 alınacaq. İndi gəlin görək digərində doğrudurmu? Baxın yoldaşlar, 9-un üzərinə 7 gələcək, bizim üçün eləyəcək 16. 16-nı 2-yə vuranda neçə eləyəcək? 32. Deməli, doğrudur. Onda gəlin x-i tapaq.
Yazacağıq 5 üzərinə gələk 1. 5-in üzərinə 1 gələndə eləyəcək 6. 6-nı da neçəyə vuracaq? Dairənin içərisindəki yazılan rəqəmə. 6-nı da 7-yə vuranda eləyəcək bizim üçün 42. Deməli, doğru cavab 42. Y bəndi. 14-cü sual. 14-cü sualda baxaq görək hansı qanuna uyğunluq tapılıb və yaxud da müəyyən olunub. Deməli, yoldaşlar, burada 8 və 7 rəqəminin, bir də 10 və 4 rəqəmini bir qruplaşdıra bilərəm. İndi necə qruplaşdıra bilərəm? Baxın, 8-i 7-yə vuracağam. 8-i 7-yə vuranda bizim üçün neçə eləyəcək? Eləyəcək 56. Bunu başa düşdük. 56-nı yoldaşlar 10-la 4-ün cəminə bölsəm, düşəcək bizim üçün 4. Aha, tamam, başa düşdük. Deməli, yuxarı bölgüdə və aşağı bölgüdə verilən rəqəmləri bir-birinə vuracaqsınız. Bu hasildən alınan nəticəni sağ və soldakı rəqəmlərin cəminə böləcəyik. 10-un üzərinə 4 gələcək, 14. Bu da eləyəcək bizim üçün 56-nı 14-ə böləndə düşdü 4. Yəqin ki, başa düşdük. Digərləri də eyni qaydadır. Gəlin yazaq. 6-nı 4-ə vuracaq. Bizim üçün eləyəcək 24. 24-ü böləcək yoldaşlar. 9-la 3-ün cəminə, yəni 12-yə. O da neçə eləyəcək? Əlbəttə ki, 2 eləyəcək. Baxın, doğrudur. İndi gəlin 18 vurulsun 4. Bu ikisinin hasilindən alınan nəticəni böləcək nəyə? 8 ilə 1-in cəminə, yəni 9-a. 72 bölünsün 9 eləyəcək. 72 ilə 9-a bölündə neçə düşəcək? Əlbəttə ki, 8 düşəcək. Yəqin ki, başa düşmüş olduq. İndi baxmadığımız 16-cı suala baxaq. 16-cı sualda görək hansı qanuna uyğunluq var. Bax, yoldaşlar, burada baxırıq ki, 9 və 1 rəqəmi yazılıb. Sonra burada yəni 91-dir, burada 57-dir. Baxıram ki, burada 35 rəqəmi yazılıb. Mən 35-i necə tapa bilərəm? 5 ilə 7-nin hasilini götürə bilərəm. Deməli, onda nə başa düşdük? Saat əqrəbi istiqamətində bir addım gediş var. Yəni, hasil, yəni ikinci addımdır. Baxın, bu birinci addımdır bizim üçün. Bu bizim üçün ikinci addımdır. Yəni, rəqəmlərin hasilini götürəcək, amma özündən bir əvvəl verilmiş bölgünün içərisində yazacaq. Yəni, 5-i 7-yə vuranda, baxın, 35 eləyəcək, gətirib özündən əvvəlki bölgüdə yazıb. 9-u 1-ə vuranda 9 eləyib, gətirib yazıb. 4-ü 5-ə vuranda 20, gətirib özündən əvvəlki bölgüdə yazıb. Onda biz də yenə saat əqrəbi istiqamətində, bu bizim birinci verilən fiqur, ikinci addım gedişdə. 2-ni 2-yə vuranda neçə eləyəcək yoldaşlar? 4 eləyəcək. 4-ü baxın, özündən sonraki bölgüdə yazacağım. Burada yazacağıq. Onda 5-i 3-ə vuranda eləyəcək 15. 15-i buradan yazacağıq. 7-ni 8-ə vuranda 56 eləyəcək. 56-nı da buradan yazacağıq. 4-ə 9-a vuranda 36 eləyəcək. 36-nı da buradan yazmış olacaq. İndi ola baxaq hansı cavab variantıdır. Əlbəttə ki, A variantı. Yəqin ki, başa düşmüş olduq. 17-ci suala baxaq. 17-ci sualda baxırıq ki, bizim üçün yenə həndəsi fiqurlar verilib. Bunları eyni olanları gəlin bir qruplaşdıraq. Baxın, bu dalğalı fiqurların içərisindəki rəqəmləri bir qruplaşdıracağam. Yəni, bunları yanaşı yazacağam. Yəni, bax, bu 4 və 2 rəqəmini gəlin yanaşı yazacaq. 4 ilə 2-ni yanaşı yazanda eləyəcək mənim üçün 42. Mən 42-ni neçəyə bölsəm, silindirin içərisindəki rəqəmləri almış olaram. Yəni, 3-ə böləndə. Onda yazacaq yoldaşlar, 42 bölünsün 3. 42-ni 3-ə böləndə neçə düşəcək? 14. Deməli, onda nə başa düşdük? Bu dalğalı fiqurların içərisində verilən rəqəmləri yanaşı yazacağıq və 3-ə böləcəyik. Digər fiqurun içindəki rəqəmləri almış olaraq. Gəlin görək, doğrudurmu? Baxın, indi bunları yanaşı yazaq. 3 və 6-nı yanaşı yazanda eləyəcək 36. 36-nı 3-ə böləndə neçə düşəcək? 12. Baxın, doğrudur. 12. İndi gəlin sual işarəsi olan fiqurun içərisindəki rəqəmi tapmış olaq. Əvvəlcə bunları yanaşı yazaq. Yanaşı yazanda bizim üçün eləyəcək 72. 72-ni yoldaşlar 3-ə böləcək. 72-ni əlbəttə ki, 3-ə böləndə neçə düşəcək bizim üçün? Həmən rəqəmi tapmış olacaq. 7-nin içərisində 3 əlbəttə ki, 2 dəfə 24. Deməli, burada silindirin içərisində veriləcək rəqəm və yaxud da yazılacaq rəqəm 4 olmalıdır. O da bizim üçün
variantı yəqin ki, başa düşmüş olduq. 18-ci suala baxaq. 18-ci sualda da yenə eyni fiqurları bir qruplaşdıra bilərik. Düzbucaqlının içərisində verilən 25 və 26 rəqəmini bir, dairələrin içərisində verilən 2 və 15 rəqəmini bir qruplaşdıra bilərik. Nəticə üçbucağın içərisində verilən 5-i tapmalıyıq. Onda gəlin yazaq yoldaşlar. Deyirəm ki, 25-i vuraram 6-ya, yəni bunların hasilini götürərəm, bölərəm dairələrin içərisində yazılan rəqəmlərin hasilinə. 2 ilə 15-in hasilinə. Bunlar yoldaşlar sadələşdirib ixtisar bizim üçün qalacaq 5 rəqəmi. Deməli, ikisinin hasilini digərinin hasilinə bölmüş olacaq. Onda 9-u vuracağıq 12-yə, bunların hasilinə böləcəyik 36-ya. O da eləyəcək bizim üçün 3. İndi gəlin sual işarəsindəki fiqurun içərisindəki qiyməti tapaq. Onda nə yazacağıq? 8-i vuracağıq 24-ə, böləcəyik 6 vuraq 16-ya. Yəni, yoldaşlar, bunlar ixtisar gedir. 16-yı 8-ə böləndə buradan düşəcək 2. 24-ü 6-ya böləndə düşəcək bizim üçün 4. Onlar da ixtisar gedəndə qalır 2. Deməli, doğru cavab C variantı. Deməli, biz bugün fiqur ədəd əlaqəsi bölməsində sizlərlə məntiqdən 18 dənə test nümunəsinin həllinə baxdıq. Belə deyim, həllini yazmağa çalışdım. Umarım bu sizlərə kömək oldu. İndi hansını başa düşməsəz bir daha baxarsız. Əvvəlcə birinci özünüz tapmağa çalışın. Tapmadığınız halda izahına baxarsız. Bu bizdə oldu birinci hissə. İndi ikinci hissəsini də qayd edib atacağım. Yəqin ki, davamına da baxarsız. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun.